Və bu gündə bizim günümüz çox, belə deyək də, çox enerjili başladı və biz ilk olaraq Bakıdan yola düşdük, çox möhtəşəm bir komanda yoldaşlarımız var idi və burada olmaq bir gənc olaraq mənim də çox belə təəssüratlarımı daha da çox artırdı. Azərbaycan Könüllülük Xidməti Nayolanın təşkil etdiyi yay məktəbində iştirak edirəm. İştirakım üçün çox sevinirəm. İlk gün olduğu üçün ən çox yadda qalan tanışlıq mərasimi idi. Və motivasiya yüksəkdir. Seymur bəy, Nigar xanım, Elmar bəy və digər əziyyət olan hər bir Nayolanın təşkilatçıları həqiqətən də əziyyəti və dəyəri çox böyükdür. Və Kod Da Vinci oyunu oynadıq. Bu da çox maraqlıdır. Düzdür, qalib gələ bilmədik. Komandalar arasındakı rəqabət və komanda ruhu. Mən bunu qalib gəlməliyəm. Düzdür, tam olaraq qalib gələ bilmədik. Son mərhələyə çatdıq. Bir komanda final cavabı göstərmək üçün fiziki əməllə göstərir. Hətta Da Vinci oyununun qalibi olaraq deyə bilərəm ki, uşaqları tanıdım, gözəl suallarla tanış oldum, təşkilatçılar çox mükəmməldir. Hamınızı çoxlu uğurlar, xoş istəklər arzulayıram ki, sabah biz yenidən eyni qaydada pozitiv, düzdür təlimə hazırlaşaq. Bu deməli hələ ki bir gün üçün olan danışdığım idi. Növbəti gün üçün hələ proqramımız çox zəngindir və mən ümid edirəm ki, növbəti günlər üçün danışacağımız sözlər bugünkündən daha da çox və daha da enerjili, daha da pozitiv olacaq.